Ermənistan uzun illərdir öz dövlət rəmzlərində Ağrı dağının təsvirinə xüsusi yer verərək onu milli kimlik simvolu kimi təqdim etməyə çalışır. Dağın təsviri Ermənistan Respublikasının giriş və ya çıxışındakı sərhəd nişanında da yer alır. Lakin rəsmi İrəvan qərar verib ki, noyabrın 1-dən etibarən Ağrı dağının təsviri artıq ölkənin giriş-çıxış sərhəd nişanlarında istifadə olunmasın. Bəs Ermənistanın bu qərarı necə qiymətləndirilməlidir? Politoloq Tural İsmailov bu barədə Today Press TV-yə danışarkən bildirib ki, Ermənistanın pasport möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması ilk baxışda simvolik dəyişiklik kimi görünə bilər. Lakin bu simvolun illərlə dövlət atributlarında yer alması sadəcə nostalji deyil, işğalçı zehniyyətin vizual ifadəsidir. Stat: Ağrı dağı Ermənistan ərazisində yerləşmir. Lakin onun pasportlarda təsvir olunması ərazi iddiasının rəsmi səviyyədə legitimləşdirilməsinə yönəlmiş addım idi. Bu, Ermənistanın tarixə deyil, geosiyasi ambisiyalara əsaslanan simvolik işğal siyasətinin göstəricisidir. Belə simvollar vasitəsilə Ermənistan öz vətəndaşlarına və beynəlxalq ictimaiyyətə subliminal mesajlar ötürürdü. Möhürlərdə Ağrı dağının yer alması Türkiyəyə qarşı ərazi iddiasının vizual forması idi. Bu, həm də Azərbaycanın maraqları baxımından təhlükəli president yaradırdı. Ermənistanın bu cür simvolik siyasəti regionda sabitliyə və əməkdaşlığa ziddir. Ağrı dağının təsvirinin çıxarılması Ermənistanın işğalçı zehniyyətdən uzaqlaşmaq cəhdi kimi təqdim olunsa da, bu addımın gecikmiş və məcburi xarakter daşıdığı aydındır. Statın sonu. Ekspertə görə Azərbaycan üçün bu dəyişiklik Ermənistanın simvolik təxribatlarının neytrallaşdırılması baxımından müsbət addım olsa da, köklü zehniyyət dəyişikliyi anlamına gəlmir. Ermənistanın işğalçı siyasəti yalnız vizual simvollarla deyil, real ərazi iddiaları və hərbi təcavüzlərlə özünü göstərib. Qarabağ və ətraf rayonların işğalı bu zehniyyətin konkret nəticəsidir. Ağrı dağı simvolu bu ideologiyanın mədəni kodlaşdırılmış forması idi. Azərbaycanın maraqları bu cür simvolik iddiaların tamamilə aradan qaldırılmasını tələb edir. Tural İsmailov həmçinin əlavə edib ki, Ermənistan yalnız simvolik deyil, hüquqi və siyasi səviyyədə də işğalçı ritorikasından imtina etməlidir. Ağrı dağının pasportlardan çıxarılması ardıcıl siyasətlə müşahidə olunarsa, regionda yeni mərhələnin başlanğıcı ola bilər. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.